Sizlər üçün binədə savxoz arasında sağa gedən yolda ilə ərazidə belə 3 otaq yaşayışdı. Şirin suyu, hazır, işığı, qazı. Yəni bütün kameraları qaydasında olan 3 otaq. Asfalt yolundan məsafəsinə baxın dostlar, cəmi 200 metr məsafədə. Yəni qapıdan çıxdığın birbaşa asfalt yolunun tam üstündəsən. Elə evimizin xarici görünüşüdür, həyət yanında belə sahəsidir. Həyətinə rahat, yəni bir maşın yerləşdirmək mümkündür. Padvalına keçid etmək üçün yer ayrılıbdır. Evin sol tərəfindən də ara məsafəsi saxlanılıbdır. Belə kaladovkasıdır. Səninlə gidrafonuna kimi gördüyünüz kimi gidrafon səsi də gəlir, işləyə vəziyyətdədir. Belə gördüyünüz kimi kombisinə kimi hazır, quraşdırılıb tam işləyə vəziyyətdədir. Qeyd etdiyim kimi evdə hal-hazırda yaşayış var. Həyət yanı sahəsini də belə göstərim sizin üçün. 2, 4, 6, ümumi 7. 7 daş kürsüdən ibarətdir. Keçid edək evin içinə, evin içi ilə də sizi tanış edeyim. Koridor sistemli evdir dostlar. Aboy kağızlarına kimi hazır vurulubdur. İnternetinə kimi hazır çəkilibdir. Girişdən solda yerləşir evin belə qonaq otağı. Belə sanitar, sanuzel qovşağımızda aksesuarlar qalır. Belə evin bir yataq otağıdır. Belə ikinci yataq otağıdır. Dostlar, zalda gördüyünüz stol stul qalır. Taxt qalır, kombi qalır, radiatorlar əlavə belə şkafı da qalır. Burada bizim ikinci yataq otağımızı belə gördüyünüz kimi bu yataq sizdə qalır. Şkaf da həmçinin qalır. Mətbəx hissəsidir belə gördüyünüz kimi. Mətbəx mebeli də qalır. Ümumi qiyməti 61.000 manata deyilir. Reallıq da olsa inşallah endirim olacaq. Əlaqə saxlayın, tam ətraflı məlumat verilsin.